Dostlar, axşamınız xeyir olsun. Hər birinizi salamlayıram. Lütfən yayımı bəyənin, böyük qruplarda paylaşın ki, daha çox insanlar izləsin. Həyat yoldaşım Əfqan Sadıqovla bağlı son məlumatları ictimaiyyətin diqqətinə çatdırmaq istəyirəm. Son baş verənləri ictimaiyyətin diqqətinə çatdırmaq istəyirəm. Buna görə sizlərdən xahiş edirəm, yayımı mütləq bəyənəsiniz, paylaşasınız böyük qruplarda, daha çox insanlar izləsin və Azel TV-nin YouTube kanalına abunə olun, çox xahiş edirəm. Yoldaşımla bağlı son olanları danışacağım, son baş verənləri danışacağım. Dünənlərim aprel ayının 12-si, demək həftənin 5-ci günü, daha doğrusu aprelin 11-i dünən. Səhər saatlarından saxlandığı Tiflis təcridxanasından zəng vurmuşdu. Vəziyyəti yaxşı deyil. Tiflis təcridxanasında Əfqan Sadıqov girov kimi saxlanılır, əsir kimi saxlanılır. Bu İlham Əliyev rejiminin siyasi sifarişindən, siyasi diktəsindən bu cür saxlanılır və Əfqan Sadıqov bilirsiniz ki, uzun müddət aclıq aksiyası edib, səhhəti heç yaxşı deyil. Ümumiyyətlə, səhhətinin yaxşılaşmasına doğru Tiflis təcridxanasında heç bir həkim müayinəsi və müalicəsi aclıqdan sonra başladılmayıbdır. Yəni, ancaq bir əsir necə saxlanıla bilərsə, hal-hazırda Əfqan Sadıqov bax, o cür saxlanılır və mən onun real vəziyyətini ictimaiyyətə çalışıram ki, çatdırım. Amma təbii ki, mən onu olduğu kimi heç bir zaman yenə də nə baş verir orada, onu olduğu kimi çatdıra bilməsəm də, qismən də olsa nə baş verir, artıq bu rejimləri, diktatura rejimlərində, türmələrdə baş verənləri artıq hər bir vətəndaş düşünsün ki, artıq nə ola bilər. Çünki həm İlham Əliyev rejimində həbsxanalar, həm İvanişvili, İrakli, Gürcistan baş naziri kimilərinin idarə elədiyi ölkədə həbsxanalar necə ola bilərsə, baxın o cürdür və ondan da betər bir vəziyyətlər var. Amma istəyirəm ki, dostlar, çox xahiş edirəm, dostlar, ekranı bəyənəsiniz, daha doğrusu yayımı bəyənəsiniz, bəyənmə düyməsini basasınız və paylaşasınız ki, daha çox insanlar izləsin və kanala abunə olun. Amma istəyirəm ki, son baş verənləri danışım. Siz bilirsiniz ki, mən ümumiyyətlə ictimaiyyətə açıq insanam və mən İlham Əliyev rejiminin nə etməsindən asılı olmayaraq, İlham Əliyev rejiminin hansı təhdidləri etməsindən asılı olmayaraq, mən bunu sosial şəbəkədə, Facebookda, YouTube'da yazıram, danışıram və mən ictimaiyyətə açıq insanam və rejim niyə təqiblərini, şantajlarını dayandırmır Əliyev rejimi? Ona görə ki, mən onların etdiklərini bir daha deyirəm, gizlətmirəm və mən onların mənə etdiyi, mənim ailəmə etdiklərini çıxıb hər zaman həm yazıram, həm danışıram və buna görə də bunlar şantajları və təhdidləri mənə qarşı, mənim ailəmə qarşı, hətta həbsxanada Əfqana qarşı dayandırmırlar. Onlar insan iradəsini sındırmağa öyrəşiblər, saxtakarlığa öyrəşiblər və qanunları pozmağa kobud şəkildə öyrəşiblər. Buna görə də mənim apardığım mübarizəni qəbul edə bilmirlər. Onlar çünki insan həyatını və talihini Əliyev rejimi sındırmağı, məhv eləməyi öyrənibdir. Və sonuncu dəfə yayımlarımdan sonra, sonuncu yayımlarım yəqin ki izləyirsiniz, bilirsiniz. Həm TikTok üzərində yayım açıram, həm YouTube kanalı və TikTok kanalı bir neçə günlük, bir neçə dəfə ard-arda bağlandı və mənə yazırlar ki, mənim canlı yayımlarımdan sonra mənə yazır ki, təbii ki, bu da İlham Əliyevin trolları, dövlət xüsusi xidmət orqanlarının trolları, prokuraturanın, polisin, daha İlham Əliyev özü daha yaxşı bilir ki, kimlər yazır bunu. Onlar mənə orada yazırlar mənə şəxsidə ki, bəs Əfqan Sadıqov əxlaqsız insandır, bəs Əfqan Sadıqov üzr istəyirəm, bu İlham Əliyev yazacaqsa mən bunu səsləndirəcəm. Biz o zaman bu mövzuları müzakirə etməyəcəyik ki, o zaman İlham Əliyev, Əli Nağıyev, Kamran Əliyev, Vilayət Eyvazov və İlham Əliyevin yaratdığı bu qatil rejim haçan ki qanunlar üstü olacaq, haçan ki qanun şahı olacaqdır, o zaman biz bunları müzakirə etməyəcəyik. Yəni onların yazdıqlarını heç müzakirə etməyəcəyik. Bugün Azərbaycanda və eyni də Gürcüstanda qanunlar nökər olduğuna görə və qatillərin şah olduğuna görə və mən məcburam Əliyev rejiminin mənə yazdıqları hər bir şeyi açıq-açığına ictimaiyyətə çatdırım. İlham Əliyevin DTX-sı Əli Nağıyev utanmırsa, bunları
bunları yazdırırsa, mən nəyə görə səsləndirməyə utanmalıyam? Yəni onlar utanmırlar nazir postunda, prezident postunda, ölkənin mühüm postlarında, ölkənin aparıcı postlarında əxlaqsızlıq edir və bir ailəni məhv eləmək üçün hər şey edir və mən utanacağam və bunları gizlədəcəm. Niyə? Niyə bir vətəndaş susmalıdır? Niyə öz haqqını, hüququnu qorumamalıdır? Niyə müdafiə etməməlidir? Niyə bizi qanun qorumur? Çünki İlham Əliyev qanunları məhv edib. Ona görə də biz də Əliyevin, Əli Nağıyevinin başa düşəcəyi dildə və onların etdiklərini efirdən səsləndirəcəm. Mənim İlham Əliyev sənlə danışacaq başqa belə deyəm, çıxış yolum yoxdur. Qanundur, qanunu məhv eləmişsiniz. Bir dənə bizim çıxış yolumuz danışmaqdır. Yəni bunu ictimaiyyətin diqqətinə çatdırmaqdır. Amma Azərbaycanda artıq danışmağa belə qadağa qoyulubdur. Danışmaq ən böyük cinayət məsuliyyətidir İlham Əliyevin gözündə və İlham Əliyev o insanları özünə məxsus cəzalandırır və qanunu cəza mexanizminə çevirib günahsız insanları cəzalandırır. Halbuki Azərbaycan konstitusiyasında bizim konstitusiyamız haqq verir bizə. Biz danışa bilərik. Bizim söz azadlığımız var, amma İlham Əliyev o azadlığı bizim əlimizdən çoxdandan alıbdır. Və sonuncu dəfə İlham Əliyevin DTX-sı Əli Nağıyev demək, mənə yazıblar ki, bəs Əfqan əxlaqsız insandır, Əfqan pozğun insandır, Əfqan qeyri-rəsmi fərqli qadınlar olub həyatında. Yəni mənim üçün maraqlıdır. Ümumiyyətlə Əli Nağıyev Əfqanın özəl həyatını bu cür qurcalamaqla nə əldə edəcəkdir və ümumiyyətlə bu ictimaiyyətə niyə maraqlı olmalıdır Əfqanın özəl həyatı? Əfqan DTX-nın rəisi deyil, Əfqan icra başçısı deyil, Əfqan deputat deyil, Əfqan İlham Əliyev deyil. Nəyə görə Əfqan sıravi bir insan olaraq Əfqanın özəl həyatını DTX bu qədər qurcalayır və ictimaiyyətdə gözdən salmağa çalışır. Təbii ki, onun əlində fakt və sübut yoxdur. Sadəcə bu adamlar insanları şantaj etməyə öyrəşiblər. 2021-ci ildə mən Azərbaycanda Dövlət Təhlükəsizlik Xidmətinin qarşısında etiraz aksiyası edəndə, daha sonra prezident aparatının qarşısında, həbsxananın qarşısında etiraz edəndə İlham Əliyevin DTX-sı eyni şantajla özümü edirdi və məni əxlaqsızlıqda ittiham edirdilər və mənim video görüntümü, üzr istəyirəm, ayrı-ayrı kişilərlə yayacaqlarını bəyan etmişdilər və məni gözdən salacaqlarını bildirmişdilər və hətta bildirmişdilər ki, məni Əfqandan boşadıb, məni bütün ölkə içində biabır edəcəklər. Və gördülər ki, alınmadı, çünki ağılları öz əxlaqlarına getmişdi. Kimə salam verirlər, yəqin əxlaqsızlıq edirlər və ağılları özlərinə getmişdi və hətta bunlar o şantajdan öncə dırnaq arasında adını çəkməyəcəm. Yəqin ki, izləyən insanlar bilir kimləri nəzərdə tuturam, kimləri. Burada yəni çox insanlar var, jurnalist dırnaq arasında ki, onlar mənlə bağlı qara kampaniyaya başlamışlar, qara yaxma kampaniyası və onlar məni əxlaqsızlıqda ittiham edirdilər və məni ictimaiyyətdə gözdən salmaq istəyirdilər və adını çəkməyəcəyim bir şəxs ictimaiyyət içində hətta məni Əli Nağıyevin sifarişi ilə döyərək məni əxlaqsız sözlərlə təhqir edir, məni və yoldaşımı da təhqir edir və bu birbaşa olaraq DTX-nın sifarişi idi. Nəyə görə bunları bir xatırlatma etdim? Yəni Əli Nağıyev artıq buna öyrəşibdir. Çünki ölkə daxilində onların mənim başıma açdıqları o faciəni mən unutmamışam. Və təsəvvür edin ki, alındıra bilmədilər. Çünki mən onların əxlaqında olan bir insan deyildim. Onların ağlı özlərinə gedib, həmən özlərinə işverənlik edən o insanlara gedib ki, əxlaqsızdılar və onlar onu etdikdən sonra mən sona qədər mübarizə aparmışam ölkə daxilində və buna görə də uşaqlarımın həyatı ilə belə təhdid olunmuşam. Və bu günlərim İlham Əliyevin əlisi yazdırır ki, mənə Əfqan əxlaqsız olubdu, Əfqan pozğun olubdu, Əfqan fərqli qadınlarla gəzibdi, amma Əfqan ictimaiyyət üçün belə bir, yəni o vəzifədə olan bir şəxs deyil ki, Əfqan ictimaiyyət
ictimaiyyətin belə deyək də öndə gedən deputatı Milli Məclisdə və yaxud da prezident aparatında və yaxud da nazir postunda deyil ki, Əfqanın özəl həyatı nümunəvi olmalıdır. Ki, misal üçün deyirəm, nümunəvi Əli Nağıyev olmalıdır, nümunəvi İlham Əliyevin ailəsi olmalıdır, qızları, arvadı olmalıdır, Əli Nağıyevin arvadı, qızı, gəlini, oğlu olmalıdır, nümunəvi Əliyev olmalıdır cəmiyyətə. Əfqan nümunəvi olmaya da bilər, Əfqan sıravi bir insandır. Amma Əfqan sizlərdən fərqli olaraq nümunəvi və sizlərdən heç müqayisə aparmayacaq ki, siz ona heç o müqayisəsinə belə layiq deyilsiniz ki, o səviyyədə nümunəvi bir ailəsi var. Yəni siz Əfqanı gözdən və nüfuzdan salacaq tərbiyəyə malik deyilsiniz. Siz özünüz əxlaqsız, əxlaqınız bir qəpik olmayan, əxlaqınızın bir qəpik dəyəri olmayan bir məxluqlarsınız. Yəni siz düşünürsünüz ki, bu yolla Əfqanı ictimaiyyətin gözündən salacaqsınız. Bu qeyri-mümkündür. Əfqan əvvəla nə nazir deyil, nə prezident deyil ki, şəxsi həyatı Azərbaycan xalqı üçün nümunə olsun. Şəxsi həyatının, iş həyatının nümunəvi olması birinci İlham Əliyevə məxsusdur ki, İlham Əliyev o nümunəni sərgiləməlidir. Bəli, İlham Əliyev o nümunəni sərgiləyib Elmar Hüseynovu güllələyəndə, İlham Əliyev Azalın prezidentinin qızı ilə qeyri-rəsmi vətəndaş nigahında olanda o nümunəni sərgiləyib, İlham Əliyev Ebru Gündəşin yanında olanda o nümunəni veribdir. Bugün İlham Əliyev Əfqanı gözdən salacaq nüfuza malik deyil, nə də tərbiyəyə malik deyil. İlham Əliyev getsin öz ailəsinin, öz qızlarının dərdinə qalsın və çalışsın ki, Azərbaycan xalqına örnək olsun. O buna çalışmalıdır. Amma Əfqan üçün, Əfqanın şəxsi həyatının xalq üçün bir örnək olması deyilə bir şey yoxdur. Əfqan da milyonlardan biridir. Amma olduğu yerdə adam kişi kimi olubdur. Durduğu yerdə jurnalistika fəaliyyətində milyonlarla insanın səsini çatdırıb, sözünü çatdırıb və müqayisəyə gəldikcə mən sizlə öz ailəmi müqayisə etmək istəmirəm, amma müqayisəyə gəldikdə nümunəvi bir ailəsi də var. Sizin arvadlarınızdan fərqli olaraq Əfqanın arvadının oynacı yoxdur. Üzr istəyirəm, mən insanlardan, mən məcbur bunları danışıram ki, bir vaxtlar Əli Nağıyev bununla məni şantaj edirdi. Bugün Əfqanın isə şəxsi, keçmiş həyatı və yaxud da hansı həyatını bunlar müzakirəyə çıxardır, Əfqanla bağlı danışmaq istəyir. Yəni siz o həddiniz deyil ki, Əfqandan danışasınız, Əfqanın keçmişindən, bugünündən və yaxud da gələcəyindən danışasınız. Sizə bu ixtiyarı heç kəs verməyibdir və Əli Nağıyev unutma ki, Azərbaycan qanunlarına görə şəxsi həyat toxunulmazdır, şəxsi həyat adından da bəllidir, şəxsidir. Yox, illah ki siz İlham Əliyev insanların yatağına, insanların şəxsinə burnunu soxmağa çalışır və burnunu soxursa, bu artıq sizin əxlaqınız, sizin tərbiyənizdir. Amma biləsiniz ki, bu yolla insanlar susturulmur. Əksinə siz odun üstünə biraz da benzin tökürsünüz və biraz da daha çox danışmağıma səbəb yaradırsınız ki, yenə deyirəm, mən bunları müzakirə etmək istəmirəm, amma illah görürəm Əliyevlə Əli Nağıyev maraqlıdır bunların müzakirəsinə. O zaman siz özünüzə və öz şəxsi həyatınıza baxacaqsınız. Nə işlə məşğul olduğunuzu özünüz gözəl bilirsiniz. İlham Əliyev, hələ sənlə bağlı, sizin şəxsi həyatınız, ailənizlə bağlı mediadan sızan qismən məlumatları paylaşırıq, amma sizin şəxsi həyatınız, o iyrəncliklər açılsa, siz necə baxarsınız bu xalqın üzünə, mənə maraqlıdır. Amma bu qədər oğurluq və talançılıq, bu qədər repressiya edib, əgər ki, Azərbaycan xalqının içində gəzib yekə-yekə danışırsansa, idman salonlarında yaş getdikcə başın qaçır, poz verirsənsə, yumruq göstərirsənsə, yəni artıq məsələ aydındır ki, yəni sən hansı yoldasan? Sən demokratsanmı ki, idman salonundan görüntü yayırsan? Sən demokratiyaya aid heç bir şey sənin fəaliyyətin dönəmində mən vətəndaş olaraq görməmişəm. Mən vətəndaş olaraq onu gördüm ki, Əliyev rejimi xalqı susturmaq üçün bütün repressiyalara əl atır, insanların haqqının və hüququnun pozulması üçün hər bir yola əl atır. Yəni, mən Azərbaycan Respublikasının vətəndaşı olaraq bunu gördüm, mən müstəqil jurnalist olaraq bunu görmüşəm.
Və bu bir daha göstərir ki, Əliyev rejimi diktatordur, Əliyev rejimi amansızdır, Əliyevin DTX-sı da elə Əliyevə oxşuyur. Azərbaycan Respublikasının Dövlət Təhlükəsizlik Xidməti Əli Nağıyev dövlətin təhlükəsizliyi və xalqın təhlükəsizliyini yox, İlham Əliyevin dalını qorumaqla məşğuldur və bu düşünür ki, bu dövlətçilikdir. Bu dövlətçilik deyil, Əli Nağıyev bu dövlətə xəyanətdir, bu xalqa xəyanətdir və siz bir gün gec və tez öncə qanun və öncə Allah sonra qanun qarşısında mütləq və mütləq geci və tezi var. Cavab verəcəksiniz və bir ailənin məfi planını, bir ailəni çöktürmə planını İlham Əliyev rejimi, Dövlət Təhlükəsizlik Xidmətinin rəisi Əli Nağıyev və o planı hazırlayıb Vilayət Eyvazovla Kamran Əliyevə ötürən İlham Əliyev rejimi onlara tula kimi qol çəkdirən, daha sonra Əfqan Sadıqovun özəl həyatına başını soxub, onu gözdən salmağa çalışan kimdir? İlham Əliyev. İlham Əliyevə xidmət edən Dövlət Təhlükəsizlik Xidmətinin rəisi Əli Nağıyev və ora-bura xəbər göndərən, oradan buradan yenə məni şantaja əl atan ki, bunlar anlamadı ki, insanlar psixologiyalarına görə, xarakterlərinə görə fərqlidir. Mən o insanlardanam ki, məni heç kəs şantajla sustura bilməz, hədə qorxu ilə sustura bilməz, hətta sonu ölüm belə olsa. Məni susturan kəslər qanuna imkan verməlidir ki, qanun işləsin. Qanun işlədiyi zaman, qanunlar şəh olduğu zaman bu efirlər, bu yayımlar və bu danışıqların heç biri olmayacaqdır. Bax, qanunlar işlədiyi zaman təhdid də olsa, şantaj da olsa bunların heç biri müzakirə olunmayacaq. Çünki bizim arxalanacağımız qanunlarımız olacaqdır. Və İlham Əliyev, bir daha deyirəm, Əli Nağıyev məni şantaja keçiblər və düşünürlər ki, məni şantaj etdikdə istəklərinə nail olacaqlar, amma bu mümkün deyil. İstəyirəm ki, mənə yazdıqlarımla bağlı Facebookda da paylaşım etmişəm, YouTube kanalında da bunu yazmışam, amma yenə də mən Facebookda yazdığımı ictimaiyyətin diqqətinə olduğu kimi çatdırmaq istəyirəm. Xahiş edirəm, Azəl TV-nin YouTube kanalına abunə olun, izlədiyiniz zaman yayım, like düyməsini, bəyənmə düyməsini basın, zəhmət olmasa və kanala abunə olun ki, daha çox insanlar izləsin. Lütfən yayımı böyük qruplarda paylaşın. Ebru Gündəşlə eşq yaşayan, Cahangir Əskərovun qızı ilə vətəndaş nigahında olan, hətta övladları belə dünyaya gəlib. Bu məlumatlar mətbuata sızan məlumatlardır. Hələ o qədər əxlaqsızlıqları var ki, arvadının oynacıları ilə bağlı mətbuatın araşdırmasının qarşısını almaq üçün hətta jurnalistin ölümünə fərman verən rejim məni bugün yeni şantaja keçiblər. İlham Əliyevin DTX-sı şantaj edir ki, Əfqan Sadıqov qeyri-rəsmi münasibətdə olduqları qadınlar olubdur. Əfqanı gözdən salmaq üçün növbəti iyrənclik. DTX üçün Əfqanın özəlini açıb tökmək niyə bu qədər vacibdir? Daha sonra yazıblar ki, Əfqan anası üçün villa tikdirib. O villa haqqında daha sonra danışacağım və görüntülərini də indi birazdan göstərəcəm. İlham Əliyevi qoruyan Azərbaycan Respublikasının Dövlət Təhlükəsizlik Xidmətinin rəisi Əli Nağıyev hələ də insanlara şər atmağı, özəl həyatın toxunulmaz olduğunu, insanları nə yolla olursa olsun susturmaq üçün qanuna, hüquqa istinad etmədən ölümü, təhdidi, şantajı, həbsi üstün tutursunuz. Əli Nağıyev onun bunun evini villa kimi təqdim etməkdənsə, öz oğurladığın, talançılıq yolu ilə əldə etdiyin villaların, obyektlərin, daha nələrin hesabatlarını ver. Qaldı ki, Əfqanın həyatı ilə bağlı mən onu bu yolda əsla və əsla tək qoymayacağam. Müdafiə edəcəm, sonu ölüm belə olsa. Əli Nağıyev, əsas bilirsinizmi nədir? Əfqanın arvadının sizin arvadlarınız kimi oynacı yoxdur. Qanun şah olan zaman bu söhbətlər əsla müzakirə olunmayacaqdır. Hələ ki, alçaqlar şahdır. Yəni, dediyim kimi, alçaqlar şahdır. Alçaqlar şah olduğu ölkələrdə biz bütün bu iyrənclikləri müzakirə etməyə məhkumuq. Seçim bizim deyil. Bu seçimi belə, yəni bizim seçimimiz deyil. İlham Əliyevin bizə qoyduğu çıxış yolu budur. İlham Əliyev şahdırsa, kraldısa, qanun nökərdirsə, Əli Nağıyev şahdırsa, bizə yazılan bütün təhdidlər ictimaiyyətin göz önündə müzakirə olunmalıdır. Qoyun ictimaiyyət də izləsin ki, bir sıravi insan, bir sıravi ailə hansı vəziyyətdədir.
Və biz insanların başına rejim hansı oyunları açır və hansı repressiyaları sürdürür və davam etdirir. Bir səbəb var. Səbəb odur ki, mən yoldaşımı müdafiə edirəm. Bir səbəb var, səbəb odur ki, mən Əfqanı müdafiə edirəm. Bundan başqa heç bir səbəb yoxdur. Azərbaycanda da məhz mən yoldaşımı müdafiə etdiyim üçün 2020-ci ildə Əfqan Sadıqov həbs olunur, Sakit dırnaq arasında Muradov adlı jurnalistlə DTX-nın Əlin Ağıyevin tulasıdır və Sakit Muradov Əfqanla eyni maddədə təqsirkar bilinir. 5 ildən 10 ilə iş verilməli olduğu halda Sakit Muradovu məhkəmə azadlığa buraxır. Eyni maddədə təqsirkar idilər. Təsəvvür edirsinizmi? Sakit Muradov azadlığa niyə buraxıldı? Çünki bu DTX-nın sifarişi ilə Əfqan Sadıqov üçün hazırlanan torba əməliyyatı idi və burada hədəf Əfqan idi. Və ölkədə bir ay gündəm Əfqan oldu. Bütün İlham Əliyevin televiziyaları dırnaq arasında mətbuatı Əfqandan yazdı və Sakit ümumiyyətlə müzakirə obyekti olmadı. İstintaqda, məhkəmədə Sakit Muradov televiziyalarda baxın, izləyə bilərsiniz. Əməlindən peşman olduğunu və səmimi etiraflarını edib. Əfqan Sadıqov isə bu cinayəti törətmədiyini bildiribdir və bu cinayəti sona qədər məhkəmədə törətmədiyini bildiribdir və onun necə olub ki, bu situasiyanın içinə düşdüyünü həm istintaqda, həm məhkəmədə danışıbdır və Əfqan Sadıqova nədənsə şanlı Azərbaycan məhkəməsi və hakimləri 7 il azadlıqdan məhrum etdi və daha sonra Əfqan Sadıqov həyatını təhlükəyə ataraq 241 gün ölüm aclıq edibdi və adam mübarizə apararaq azadlığa çıxıbdır və mən onu müdafiə etmişəm sona qədər və buna görə də İlham Əliyev rejimi məni hədəf alıbdır, məni şantaj edibdir, şəxsi həyatımdan şantaj olunmuşam, övladlarımın ölümündən şantaj olunmuşam və yenə də mən susmamışam, sona qədər mübarizə aparmışam və bu rejim bizi məhv etmək üçün hər şey etdi və mənim yoldaşım azadlığa çıxdı və biz Azərbaycan Respublikasından, öz ölkəmizdən Əliyev qapı göstərir ki, rədd olun, gedin. Amma ki, o qapını İlham Əliyevin ixtiyarı yoxdur ki, kim bəyənmirsə getsin. Bir dənə ailə, bir dənə rejim bütün xalqa üsyan oynayır, bütün xalqın üstünə üsyan edir, bütün xalqı məhv edir və bizə qapı göstərir və bütün o repressiyalardan övladımın həyatının məhv olmasın, Əfqan Sadıqov yenidən həbs olunmasın deyə biz ölkəmizdən didərgin düşmüşük. Bu nədən kimdir? İlham Əliyev və onun rejimi və Əfqan Sadıqovu həyat yoldaşımı müdafiə etdiyim üçün heç də peşman deyiləm. Bugündən sonra bu yolun sonu ölüm belə olsa mən dayanmayacağım, onu sona qədər müdafiə edəcəm. Buyur Əlin Ağıyev, Əfqanla bağlı nələri istəyirsənsə, nələri trollara vermə. Nə də o dırnaq arasında müxalifətdə adamlarınız var, ötürürsünüz, onlara yox. Birbaşlı olaraq Mir Şahinə ver. Orada, burada onun bunun ağzına göz saqqız atırsan, məlumat paylaşır, öz şəbəkən insanları gözdən salmağa çalışırsan. Mən təklif edərəm ki, Mir Şahinə ver, bütün Azərbaycan Respublikası izləsin və mən ən çox məni dəstəkləyən isə sıravi Azərbaycan xalqıdır. Sıravi heç bir partiya mənsubiyyəti olmayan sıravi xalq məni dəstəkləyir ən çox. Yəni mən buna özüm şahidiyəm. Mənə yazılanlar, mənə gələn mesajlara istinadən deyirəm. Yəni sən mənə ancaq xalqın gözündən sala bilərsən. O dırnaq arasında, o DTX-nın qucağında oturub müxalifətçilik rolu oynayanlar var. Mən onların adını çəkib onlara belə deyək ki, əllərinə söz vermirəm ki, onlar danışsınlar. Çünki onlar mənim türklər demiş mühattabım ola bilməz. Mən onların adını ümumiyyətlə iğrənirəm, çəkmirəm. Amma sən bütün o faktların və sübutlarını Mir Şahinə ver. Mən danışacaq sözüm var. Çünki mən elə bir şey etməmişəm ki, nəyinsə arxasında gizlənim. Amma biz şəxsi həyatdan danışırıqsa, Əlin Ağıyev, bir daha deyirəm, şəxsi həyat toxunulmazdır. Amma şəxsi həyatımızda belə ailə olaraq nümunəvi bir ailəyik, nümunəvi bir insanlarıq və çox təəssüflər ki, nümunəvi ailənin, nümunəvi insanları, nümunəvi
jurnalisti siz ölkədən didərgin salırsınız, siz məhv eləməyə çalışırsınız, siyasi repressiya edirsiniz, hətta bu yolun sonu ölüm belə ola bilər. Yəni sizin bütün siyasi ambisiyanız zaten repressiyadır, öldürməkdir, həbs etməkdir, şantajdır. Mən artıq bu rejimin necə işlədiyini, bu rejimin nələrə qadir olduğunu çox gözəl bilirəm. Və az öncə bildirdiyim kimi DTX yazır ki, Əfqan Sadıqov anasına villa tikdirir. Çox xahiş edirəm, indi o villanın görüntülərini sizə göstərəcəm və təqdim edəcəm. Əlin Ağayev, çox istəyərəm ki, sən öncə İlham Əliyevin oğurladığı, taladıqlarını bir dövlət təhlükəsizlik xidmətinin rəisi olaraq araşdırıb ortaya qoyasan, heç araşdırmağa ehtiyac yoxdur, bəllidir. Oğurluqla, talançılıqla xalqın haqqını və onları təqdim edəsən, onların siyasını, daha sonra öz oğurladıqlarını bir xalqa göstərəsən ki, nələrin var, varidatın ki, oğurluqla əldə olunmuş, sonra keçəsən Əfqandan və yaxud da qeyrisini müzakirəyə çıxardasan, yəni Əfqanı ümumiyyətlə müzakirəyə çıxardacaq adam deyilsiniz, çünki siz qatilsiniz, oğrusunuz, korrupsionersiniz, sizin kimi qatil və oğru ümumiyyətlə Əfqan haqqında danışa bilməz. Yəni bu haqqı sizə qanun tanımır. Amma siz təbii ki, qanunları məhv eləmisiniz. Mən indi onlar danışdığına görə Əfqanın tikdirdiyi villanın görüntülərini istəyirəm təqdim edim. Çünki bunlar deyir ki, Sevinç danışma, Əfqan anasına villa tikir, sizin diliniz yoxdur. Yəni o villanın görüntülərini yayacağım indi. Hansı ki o villa Əlin Ağayevin yəqin ki iddiamı ondan gözəl olar. Keçirəm, bunu təhqir üçün demirəm. İndi həqiqət var da, həqiqəti demək lazımdır ki, Əlin Ağayev Batandaşdakı oturduğun, bəlkə də oturmadığın villana bax, Park Qusarda oğurladığın, taladıqlarına bax, dünyanın hər yerində talançılıqla Azərbaycanın sərvətinə əldə elədiyiniz, xalqın haqqını oğurlayıb əldə elədiklərinizə baxın. Sonra utanmaz denən ki, Əfqan villa tikdirirdi. Əvvəla deyim ki, o Əfqanın ata yurdudur, ata mülküdür. Əlin Ağayev get arxivdən sənədləri vermir Şahinə yaysın. Yəni cəsarətin varsa bunları et. Və təsəvvür edin ki, adamlar bəlkə də 10 ildən çoxdur ki, bir evlərini tikib ərsəyə başa çatdıra bilmirlər. 10 ildən çoxdur. Bu necə villadır ki, 10 ildən çoxdur tikib qutara bilmir. Yəni istəyirəm ki, həmən görüntüləri göstərim. Demək, Azadlıq qəzetinin əməkdaşı, Qənimət bəyin kanalında Azadlıq qəzeti bilirsiniz, əməkdaşı Əfqan Sadıqovu aclıq dönəmində onun anasından müsahibə alıbdır. Həmən müsahibədən görüntü təqdim edəcəm. Və jurnalist yazıq məkan olaraq evin içində bilməyib, harada dursun, çəksin ki, ən azından arxa fon normal düşsün. Çünki ev bir gündədir ki, ümumiyyətlə evdə yaşamaq üçün heç bir şərait yoxdur. Evin nə polu var, nə patoloku var. Əlin Ağayev haqqında danışdığım villadan danışıram. Evin nə patoloku var, nə polu var. Bir dənə Cəllabadda DTX-ın göndər, bir dənə video görüntüləri çəkib göndərsin, Mirşahin efirə versin və Azərbaycan xalqı o villanı görsün, bəlkə sənə təşəkkür edəcəkdir. Bəlkə Azərbaycan xalqının haqqını Əfqan uğurlayıbdır, villalar tikibdir. Yaxşı bir mövzudur da, yəni bunu danışmaq lazımdır. Əfqan hansı obyektin, hansı biznesin sahibi olubdur, hansı oğurluqda, talançılıqda əli olubdur. Əlin Ağayev danışacaq diliniz yoxdur. Amma o qədər arsız, pirsiz adamlarsınız ki, utanmadan yazırsınız, danışırsınız və mən də danışacağım. Siz bunu haqsızlıq edirsinizsə, bizim haqqımıza girirsinizsə, mən niyə danışmıram? İndi jurnalist yazıq yer tapmayıbdır. Mən indi göstərəcəm. Və bilməyib ki, harada çəksin. Yenə deyirəm, adamların yaşayacağı evdə nə pol var, nə patolog var. Nə normal divarın örtüsü var. Yəni, jurnalist bilməyib ki, Əfqanın anasının danışığını harada çəksin. Ümumiyyətlə, Əfqanın anasının ailəsində də çox ciddi problemlər var. Anasının sağlamlıq problemləri var. Mən heç bu zaman bunu gündəmə gətirməmişəm. Ümumiyyətlə, Əlin Ağayev, İlham Əliyev rejimi hansı insanları məhv elədiyinin bir gün fərqində olanda ki, onun fərqindədirlər, amma onlar xalqı əzməyə öyrəşiblər. Amma Azərbaycan xalqı bilsin ki, İlham Əliyevin hədəfə aldığı ailə ümumiyyətlə məhv elədiyi cəmiyyət Azərbaycan xalqıdır. Azərbaycan xalqının şərəfli, ləyaqətli, Azərbaycan xalqının mərd təbəqəsini məhv edib fahişələri üstə çıxardır və televiziyalara baxanda İlham Əliyevin nə ilə məşğul olduğunu, nələrin təbliğatını apardığını və nələrlə məşğul olduğunu ağlı gedib İlham Əliyevin.
Bu günlərdə sosial şəbəkələrdə onun pozlarına baxıram. Qol göstərir, idman salonunda özünü göstərir, bədən çıxardır. Yəni bunu gənc yaşlarında etsək, tamam, hardasa anlayardıq. Qocalanda ağlını itirib bu İlham Əliyev. Çünki İlham Əliyevin dünyaya baxışı odur. Adam demokrat olsa mən bunu normal qəbul edirəm. Adam demokratın D hərfi yoxdur. Adamın bütün cəmiyyətə və xalqa göstərdiyi nümunə fahişəlikdən ibarətdir. Bu adam əxlaqsızlığı təbliğ edir. Yoxsa niyə hədəfində olan bir ailə namuslu, qeyrətli bir ailə ola bilərdi? Evet, hədəfində olan özü kimi fahişə olardı. Yox, əsla. Fahişəni niyə məhv eləsin ki? Adam cəmiyyətdən normal təbəqələri məhv eləyir ki, kök kəsilsin. Normal kökü kəssin. Müharibədə qırdırdı, qaziləri yandırdı. Adam nələri qaldırır, onu siz məndən gözəl bilirsiniz. Adam Azərbaycan xalqının, kişilərinin, mərd kişilərinin, qadınlarının kökünü məhv eləməklə gələcəyin məhvə aparmaq istəyir. Bu adamın birbaşa olaraq siyasi marağı budur. Çünki normal cəmiyyət haqqını, hüququnu tələb edən cəmiyyət olacaq da, fahişələr nə haqq hüquq tələb edəcək? İndi həmin haqqında danışdığım villanın görüntülərindən bir hissəni göstərəcəm sizə. Bir dəqiqə dostlar. Xahiş edirəm Əli Nağıyev, biraz bax, indi sənə öz ürək sözlərimi təkrar deyəcəm. Siz danışırsınız, mən də deyirəm. Siz danışırsınız, mən də deyirəm. O uşaq da haqsızlığa dözər uşaqdır. Əfqan anasından bir Azadlıq qəzetinin əməkdaşı çəkibdi. Əfqan azlıq etdiyi dönəmdə. Arzıq elədiyinə Avropa qarşılığı yollaya bilmir. İlham, sənə nə eləyib bala, nə qayırıb? Sənə nə eləyib, nə qayırıb? Sən ona bir tərbiyəsiz eşitmirsən, bir söz eşitmirsən. Dostlar, bəyənin. Qabiliyyətlə qalacağının, burası xalqı, yazıq xalqın dərdi sürə deyib. Uşaqlar, dostlar, xahiş edirəm evin görüntüsünə baxın. Jurnalist ən yaxşı yeri seçib. Təsəvvür edin, ən yaxşı yer hal-hazırda Əfqan anasının əyləşdiyi yerdir. Çox xahiş edirəm, bir dənə diqqətlə baxın. Əfqanın tikdirdiyi villa, Əli Nağıyev. Əfqanın tikdirdiyi villaya bax, Əli Nağıyev, İlham Əliyev, baxın. Mən onu azadlığa çıxmağa... Bir dənə baxın. Mehriban Əliyeva. Buraxacaqlar bu dəqiqə qatillərə. Baxdınız, görüntüyə baxdınız da, hər halda görüntüyə baxdınız. Pol yox, patolog yox. Adamın jurnalist tapmayıb, harda çəksin ki, normal bir arxa fon olsun. Çünki normal arxa fon yoxdur. Pol yox, patolog yox. Yalan deyirəmsə, 10 ildən çoxdur ki, adamlar oturacağı yeri belə, oturduqları otaq var da, ən azı o rahat olsun. Onun polu, patologu. Yalan deyirəm, ay Əli Nağıyev. Bax, mən hardayam bu dəqiqə? Dünyanın o başında. Cəllavatın DTX-sını göndər, vilayətin tullalarını göndər. Belə əməli salihsinizsə, mən yalan deyirəmsə, siz düzsünüz. Siz axı düz adamlarsınız. Siz axı düz işləyirsiniz. Gedin bir dənə onların qaldıqları evin o krışası var, bağlı. Gedin oradan qapıdan girin, oranı çəkin və xalqa göstərin. Azərbaycan xalqı tüpürəcək yüzünüzə ki, o villanın görüntüləri. Bir də qələt eləyərsiniz, bu haqda danışmazsınız. Yəni, siz utanmırsınız. Sizdə bu qədər oğurluq və talançılıq edənlər yəqin ki, utanmırlar ki, edirlər. Bu qədər repressiya edən, arda siyasi həbslər, siyasi qətillər edən adam niyə utansın ki, utansın hərəkətindən. Yəni, bu da həmən o Əfqanın tikdirdiyi villadan sizə göstərdiyim görüntü ki, baxın, o villa nə villadırsa artıq, Əli Nağıyev onu bilmirəm, villa, nə bilim, nə kimi görür. İndi Əli Nağıyev, mən Əfqanın tikdirdiyi villanı göstərdim. İndi sən tikdirdiyin villanı göstər Azərbaycan xalqına. Bir də müqayisə eləyək, qoyaq böyür-böyürə sizin villanızla Əfqanın illərdir tikdirmək istədiyi villanı, görüntülərini. Kişi sənsə yay, yaymayan nakişidir. Vermir Şahinə, ver də mən tələb edirəm bunu səndən. O zaman ağzına gələni danışmayacaqsan. Ürəyin nə istəyir danışmayacaqsan. İmkan ver, kişisinizsə qoyun qanunlar işləsin. Qanunlar yenə deyirəm işləyəndə bu söhbətlərin heç biri olmayacaq. İndi ona görə bu söhbətlər müzakirə olunur ki, Azərbaycanda qanun məhv olunubdur. İndi mən istəyirəm bir informasiyanı da verim. Bu informasiyanı da yəqin ki,
Sosial şəbəkələrdən də izləyirsiniz. Yəqin ki, izləyirsiniz ki, nə baş verir. Və ümumiyyətlə, yəqin ki, izləmişsiniz ki, sosial şəbəkələrdən, ümumiyyətlə, mediadan son olanlarla bağlı İlham Əliyev demək, bildiribdir ki, o Avropa Məhkəməsinin qərarını bugündən sonra icra etməyəcəkdir. Ümumiyyətlə, cəmiyyət üçün maraqlıdırmı? Nəyə görə İlham Əliyev Avropa Məhkəməsinin qərarını icra etməyəcək bildiribdir. Yəni bu çox önəmli bir və ciddi bir məlumatdır və bunu İlham Əliyev bəyan etməklə onun hansı açıklaması olmasından asılı olmayaraq bir daha deyirəm, İlham Əliyev Azərbaycan xalqına olan repressiyaları gizlətmək üçün, Azərbaycan xalqına hesabat vermək üçün məhz Avropa Məhkəməsinin qərarlarının qüvvədən düşməsini çıxdı, bəyan etdi və bildirdi ki, bəli, sonuncu instansiya hansı məhkəmədə Azərbaycanda, ya Ali məhkəmə, ya Konstitusiya məhkəmə, baxır hansı işlə bağlı, yəni son olaraq o olacaq, bitdi və heç bir Azərbaycan Respublikasının vətəndaşı Avropa Məhkəməsinə hansısa bir işi çıxarda bilməyəcəkdir. Yəni çıxartmağın da heç bir mənası yoxdur, Əliyev bildirir ki, çünki Əliyev Avropa Məhkəməsinin qərarını icra etməyəcəkdir. Azərbaycan xalqı gözəl bilir ki, məhkəmələr Azərbaycanda məhkəmə, qanun, hüquqa sıfıra bərabərdir. Məhkəmələr ya sifarişdir, siyasi sifariş, ya rüşvətxorluq və salam, bitdi. Və son ildə Avropa Məhkəməsi məhz insanların evlərinin baxın sökülməsi, Sovetskidə və digər yerdə insanların mülkiyyətinin toxunulması, insanların mülkiyyətindən qanunsuz çıxarılması, insanların mülkiyyətinin doğru qiymətləndirilməməsi və buna görə çox insanlar Avropa Məhkəməsinə müraciət eləmişdi və Avropa Məhkəməsi Azərbaycanı bununla bağlı milyonlarla cərimə tətbiq etmişdi və cərimələmişdi. Təbii ki, İlham Əliyevə bu sərf etmirdi. Bu və ya digər məsələlərdə, siyasi məhbus məsələlərdə olsun, insanların şərlənməsi olsun, qeyri-siyasi məhbus məsələləri olsun. Artıq insanlar maarifləndikcə, insanlar Avropa Məhkəməsinə müraciət, ötən ildə statistikaya baxın, nə qədər olubdur. İnsanlar maarifləndikcə, təbii ki, Avropa Məhkəməsinə üst turdur. Ölkələrində məhkəmə sistemlərinin demək olar ki, qanunsuzluqlarını, özbaşınalıqlarını gördüyəndə və indi gördünüzmü Əliyev xalqı düşünmür. İndi gördünüzmü İlham Əliyev Azərbaycan xalqını məhv eləmək üçün hər bir şeyə əl atır. Niyə İlham Əliyev Avropa Məhkəməsinin qərarını heçə sayır? Niyə o zaman Azərbaycanda məhkəmələr müstəqil olmalıdır, qanun ali olmalıdır? İlham Əliyev ölkəni bərbad günə qoyub. İlham Əliyev ölkədə hər şeyi məhv edibdir. İlham Əliyev birinci ölkədə xalqı, onun hüququnu əlindən alaraq, onun danışma hüququnu əlinə alaraq hər bir şeyi məhv edir. Bugün Avropa Məhkəməsinin, bir daha deyirəm, qərarlarının heçə sayılması, Avropa Məhkəməsinin qərarlarının icrasının dayandırılması, icra etməyəcək deyə bildirən İlham Əliyev Azərbaycan xalqının üzünə deyir ki, mən sizi saymıram, mən sizi minirəm, minmişəm, minəcəm. Zaten qanun və hüquq işləmirsə, İlham Əliyev gəlib özü sizi minəsi deyil ki, qanun işləmirsə Əliyev minmiş sayılmırmı? Məhkəmə işləmirsə Əliyev xalqı minmirmi? İlham Əliyev hər addımında, hər çıxışında, hər qol göstərişində, poz verişində bir daha göstərir ki, ey Azərbaycan xalqı, mən səni saymıram, mən səni heç bir yerimə də saymıram. Bu reallıqdır, üzr istəyirəm ifadəmə. Bu adam qatildir. Bunun yaratdığı rejim, Dövlət Təhlükəsizlik Xidməti, bu çox ciddi bir qurumdur. Dövlətin onurğa sütunudur. Əhlin Ağayev İlham Əliyevin dalını qoruyur. Bu cürmü dövlət idarə olunur. Hansı nə dəyərlərlə idarə olunmur, nə qanunla, ölkə qolu zorluluqla. İlham Əliyev oğurluyur, talayır, pul İlham Əliyevdə, qanun İlham Əliyevdə, güc İlham Əliyevdə, xalqa əzir, haqqını yer. Azərbaycanda Avropa Məhkəməsinin çıxardığı qərar icra olunmayacağı deyən İlham Əliyevdir. Bu qərar niyə bu qədər önəmlidir? Çünki bizim
son elimizi atacaq ümid yerimiz xalq olaraq oraydı. Və Azərbaycan xalqı maarifləndikcə, haqqını, hüququnu bildikcə, sivil qaydada Avropa məhkəməsinə qədər daşıyacağı işlər var idi. Ötən ildə buna bariz nümunələr var və Azərbaycan dövlətini neçə milyon pullarla cərimələdilər İlham Əliyevin uğursuz siyasətinə görə. Və İlham Əliyev axı Azərbaycan xalqına ən böyük dərdi xalqa pul verməkdir də. Xalqa pul versəydi, uşaq pulu verərdi, normal sosial yardım verərdi, zavod, fabrika açardı, iş yerləri açardı. Elə bunun qarnının dərdi xalqın rifahıdır da. Bunun qarnının dərdi xalqın dolanmasıdır da. Xalqın yaxşı, normal şəraitdə yaşamasıdır. Bunun qarnının dərdi buydu. Bu qoyarmı ki, Avropa məhkəməsi Azərbaycan vətəndaşının pozulan hüquqlarını, azadlıqlarını bərpa eləsin? Təbii ki, qoymaz. Təbii ki, imkan verməz və bu qərarı da Azərbaycan xalqı, bilmirəm nə deyim, bu qərarı artıq Əliyev verdi ki, bəli, artıq mən diktatura peçatını vurmuşam, Avropa məhkəməsinin qərarını saymıram, o Avropa məhkəməsinin qərarını yox, Azərbaycan xalqını saymır. Bizim ölkədə məhkəmə sifarişlə yox, qanunla işləsəydi, hüquq ali olsaydı, biz niyə Avropa məhkəməsinə gedək? Biz niyə Avropa məhkəməsinə üz tutaq? Biz niyə Avropa məhkəməsinə şikayət göndərək? Demək ki, Azərbaycanda qanun və hüquq sıfıra bərabər olduğuna görə, İlham Əliyev diktator olduğuna görə, Əli Nağıyev, İlham Əliyevi, Vilayət Eyvazov, Kamran Əliyev, İlham Əliyevi qoruduğuna görə, xalq ortada qaldığına görə Avropa məhkəməsinə bəlirli çoxlu şikayətlər ünvanlanır. Çoxlu, en sayda. Bunun artıq sayı hesabı yoxdur. Və Avropa məhkəməsi son illərdə ən çox şikayət daxil olub ölkəmizdən və son illərdə bunun sayı artmaqdadır və İlham Əliyev, bir daha deyirəm, qarnının dərdi Azərbaycan xalqının haqqını verməsi, haqqının tanımasıdır və bu adam xalqa dilənçi yoxsul eləmək istəyir. Vəssalam. Və bu onda alınıbdır da. Azərbaycan xalqı hansı vəziyyətdədir, hansı vəziyyətdə yaşayır, artıq Azərbaycan xalqı bunu çox gözəl bilir. Azərbaycan xalqı öz yaşadığı durumu, öz düşdüyü durumu xalqdan gözəl heç kəs bilmir və heç kəs də gözəl bilə bilməz. Azərbaycan xalqı hansı vəziyyətdədir, xalq özü gözəl bilir. Və son olaraq bir də bunu çatdırmaq istəyirəm. Son zamanlar ötən ilə istinadən deyirəm və bu il daxil olmaqla İlham Əliyev Gürcüstanın baş naziri İrakli Kaboxidze ilə növbəti görüşü keçiribdir. Demək, İlham Əliyev Antalyada görüşübdür. Gürcüstanın qatil naziri, baş naziri ilə qatil. Baş naziri yox, qatil. Bunlar nazir deyil, bunlar qatil damsı. Gürcüstanda növbəti, demək, Gürcüstanın baş naziri Antalyada bunlar görüşdə görüşüblər. Və mənim üçün maraqlı İlham Əliyev nə müzakirə etmişsiniz? Məhv elədiyiniz ailənin faciəsini, Əfqan Sadıqovun orada necə əzildiyini, əsir götürüldüyünü, Əfqan Sadıqovu necə məhv elədiyini və İlham Əliyevlə Əli Nağıyev növbəti senarimi hazırlayır ki, Əfqan Sadıqovu bugündən sonra hansı adla saxlayaq, hansı ad qanun adı altında orada zəncirləyək, hansı qanun adı altında Əfqanın azadlığını əlindən alaq, Əfqanın ailəsini məhv eləyək, uşaqlarını. Bunu mu yəqin ki, bundan başqa siz nə müzakirə edə bilərsiniz? Oğrular və qatillər nəyi müzakirə edə bilərlər? Nəyi müzakirəyə çıxarda bilərlər? Yəni sizin müzakirə mövzunuz nə ola bilər? Oğurluq, talançılıq, insanların məhv olunması, siyasi həbslər, siyasi sifarişlər və İrakli Kaboxidze Azərbaycan xalqına məxsus olan pulla evində fahişə saxlayır. Çünki xalqın pulunla, İlham Əliyev özünə məxsusla yox, xalqın pulunla İrakliyə pul verir. İrakli bu pulun müqabilində Əfqanı əsir saxlayır və rüşvətlə iş görənlər evində fahişə saxlayır. Bu Əli Nağıyevə, vilayətə, Kamrana və İlham Əliyevin özünə də aiddir ki, siz evinizdə fahişəxana açmısınız, hərəmxana fahişə saxlamaqla məşğulsuz. Çünki yediyiniz hal-hazırda pul və sərvət
Sizə məxsus deyil, xalqındır, dövlətindir, millətindir, dövlət büdcəsidir, dövlət sərvətidir. Və siz kişi deyilsiniz, hamınız nakişisiniz. Çünki kişi oğurluq etmir. Kişi özgəsinin malına əl uzatmır. Kişi özgəsinin malını talamır. Kişi xalqı bu qədər əzmir. Siz hakimiyyətdəsiz, hal-hazırda hakimiyyətdə güya dövlət idarə edirsiniz, amma İlham Əliyev dövləti uçurma aparır. Bu idarə etmə deyil. Yəni bunu ancaq öldürməklə, məhv etməklə və insanların axırına çıxmaqla məşğulsunuz. Yəni bunu edən isə bir qatil ola bilər. Bir kişi, bir özünə prezident deyən, bir özünə nazir deyən bunu edirsə, onlar heç biri nə prezident deyirlər, onlar qatildirlər və Azərbaycan xalqını məhv etməklə məşğuldur. Onların bütün siyasi ambisiyası da bundan ibarətdir və atdıqları son siyasi addımlarda görürsünüz də hesablanma Avropa Məhkəməsinin qərarından tutmuş ta o birisi fərq yoxdur. İlham Əliyevin verdiyi bütün qərarlar onu göstərir ki, bu adamın ən çox əzdiyi və məhv elədiyi Azərbaycan xalqıdır. Hansı qərarı var İlham Əliyevin ki, Azərbaycan xalqının rifahı üçün hesablanıbdır? Bəlkə İlham Əliyev uşaq pulu üçün sərəncam imzalayır, bəlkə İlham Əliyev iş yerləri açır, bəlkə İlham Əliyev təhsildə güzəştlər edir, bəlkə İlham Əliyev səhiyyədə inkişaf edir, bəlkə İlham Əliyev zavodlar, fabriklər açır, bəlkə İlham Əliyev təhsilin inkişafı üçün hansısa uğurlu addımlar atır. İlham Əliyevin atdığı bütün addımlar ona hesablanıb ki, Azərbaycan xalqını daha necə məhv edə bilərəm, daha necə məhv eləyib ram eləyə bilərəm, özümə təslim edə bilərəm, sustura bilərəm, səsi ümumiyyətlə o deyilir xırım-xıp kəsim səsini. Bax bu cür. İlham Əliyev Azad mətbuatı niyə qoluna qandal vurub, niyə jurnalistikanı məhv edir, niyə fərqli demək cinayət işindən cinayət işi açır, fərqli maddələrlə. İlham Əliyev onu göstərir ki, jurnalistin yazdığı, göstərdiyi Azərbaycan xalqının dərdidir, Azərbaycan xalqının problemidir. İlham Əliyev məhz xalqın probleminin qarşısının alınması üçün Azad mətbuatın qoluna qandal vurub. Yəni burada jurnalist cəzalanmayıb, burada xalq cəzalanıb. Biz məsələyə real olaraq baxsaq, cəzanı xalqa verib Əliyev. Burada jurnalistin cəzalanması sadəcə görünən tərəfidir. Orada jurnalist susturulmayıb, orada Azərbaycan xalqı susturulubdur. Baxın, bundan neçə illər öncəyə, ötən il, o birisi il və yaxud da lap ötən illərə baxın, nə qədər insan Azərbaycan dövlətində nə qədər sosial və siyasi problemi olan insanlar olub və olacaqdır. Çünki əgər başda İlham Əliyevdirsə, İlham Əliyev idarə etmə rejimidirsə, orada problemlər başdan ayağadır. Yəni amma hal-hazırda baxın, çox ciddi, önəmli problemlər ictimaiyyətə çıxırmı? Təbii ki, ictimaiyyətə çıxılmasının qarşısının alınması üçün o jurnalistlər həbs olunubdur. Amma bundan əvvəlki illərdə görün nə qədər önəmli informasiyalar cəmiyyətə çatdırılırdı, nə qədər insanların səsi çatdırılırdı. Baxın, insanların səsinin boğulması üçün jurnalist həbs olundu. Azərbaycan xalqı məhv olunması üçün jurnalist həbs olundu. Azərbaycan xalqının danışacaq yer tapmasın deyə jurnalist həbs olundu. Televiziyalar nə verirlər? Televiziyalar mühüm xəbərləri, mühüm informasiyanı çatdırırmı cəmiyyətə? Yox. Bir qadın onu ərə getdi, bir kişi onu arvad aldı və yaxud da bir qadın uşağını qoydu, başqa kişi ilə qaçdı və sər və ilaxır. İlham Əliyevin tərbiyəsinə uyğun informasiyalar cəmiyyətə çatdırılır və cəmiyyətin göstərilir ki, bax budur ölkədə olan problem. Başqa problemimiz yoxdur. Yəni bizim ölkədə ancaq ərə getmək, arvad alma, boşanma. Bitdi. Yəni Əliyevin özü nədir ki, onun televiziyaları da hansı informasiyanı çatdırsın? İlham Əliyev nələri məsləhət görürsə, nələri əmr edirsə, bugün televiziyalar onun üzərində işləyib və o sujet xəttindən getməyə və ölkədə çox ciddi sosial siyasi problemlər kölgədə qalır və örtülür, bastırılır ki, bunlar ictimaiyyətə çatmasın. Və biz buna görə öz haqqımızın və hüququmuzun, məsələn, Avropa Məhkəməsinin qərarının verildiyi bu qərara biz etiraz eləməliyik vətəndaş olaraq. Çünki Azərbaycanda qanun və hüquq sıfıra bərabərdirsə, Azərbaycanda qanun və hüquq sıfıra bərabərdirsə,
biz öz hüquqlarımızın və qanunlarımızın işləməsi üçün mübarizə aparmalıyıq, etiraz etməliyik. Çünki bizim başqa yolumuz yoxdur. Bizim bütün pozulan haqq və hüquqlarımız etirazdan keçəcək. Çünki yenə deyirəm, İlham Əliyev bizə fərqli çıxış yolu qoymayıbdır. İlham Əliyev rejimi bizə başqa çıxış yolu qoymadığı üçün biz çıxış yolumuz ancaq və ancaq mübarizə aparmaqdır. Son olanları ictimaiyyətin diqqətinə çatdırdım. Məni nə ilə şantaj edirlər. Mən bəlkə digərlərindən fərqim budur ki, mənə yazılan bütün mesajları açıq və çılpaqlığı ilə ictimaiyyətin diqqətinə çatdırıram. Utanacaq bir kəslər varsa da düşünürəm ki, İlham Əliyev rejimi də utanacaq kimsə varsa da. Çünki bugün İlham Əliyev rejimi utanmadan mənə onları yazırsa və düşünür ki, mən utanacam, bunu səsləndirməyəcəm, əsla. Yəni onu yazanlar utanmırsa, başda Əlin Ağayev olmaqla, mən niyə utanıram? Siz onu yazırsınız nazir postunda, mən sadə vətəndaş olaraq niyə onu səsləndirmirəm? Nə vaxta qədər ki, qanunları məhv edəcəksiniz, qanunlar kölgədə qalacaq və mən şantaj olunacağım, mən bütün bunları cəmiyyətə çatdıracağam və bütün bunları səsləndirəcəm. Qanunlar nə vaxt şah olacaq, mən o zaman susacağam və qanunların icrasını gözləyəcək ki, bəli, qanun şahdır, qanun işləyəcək və mənim pozulan haqqım, hüququm bərpa olacaq, mənim yoldaşımın haqqı və hüququ bərpa olacaqdır. Hələ ki, qanunları İlham Əliyev, Əlin Ağayev məhv edibdir, eşək yerinə, belinə palan qoyubdur. Buna görə də sizə xoş, mənə xoş, lap xoş. Mən sona qədər mübarizə aparacağım, baxmayaraq ölümlə təhdid olunuram, amma olsun. Qatil bir rejim ancaq öldürməlidir. Mən İlham Əliyevdən, Əlin Ağayevdən fərqli bir şey gözləmirəm. Gözləmirəm ki, onlar fərqli bir addım atsınlar. Gözləmirəm ki, onlar mənə yazsınlar ki, üzürlü sayın, sizin pozulan haqqınız, hüququnuz bərpa olacaq. Mən bunları gözləmirəm. Mən İlham Əliyevdən, Əlin Ağayevdən məni ölümlə təhdid etmələrinə təəccüblənmirəm. Sadəcə təəssüflənirəm ki, niyə mənim ölkəmdə, mənim dövlətimdə, dövlətin güc strukturlarında, dövlətin aparıcı qollarında bu cür şərəfsiz qatillər, pozğun insanlar əyləşməlidir. Bax, bu məni təəssüfləndirir. Amma mən təəccüblənmirəm onların yazdıqlarına, çünki onları çox gözəl tanıyıram, rejimi gözəl tanıyıram və bu yolun sonu ölüm də olsa, Əfqanla bağlı nə yazmağınızdan, hansı informasiyanı ötürmənizdən, yaymağınızdan asılı olmayaraq, Əfqan Sadıqov mənim həyat yoldaşımdır, uşaqlarımın atasıdır, qeyrətli, namuslu, vicdanlı insandır. Sona qədər onu müdafiə edəcəm. Onun müdafiəmdən, ölümdən başqa heç kəs məni onun müdafiəsindən nə yayındıra bilər, nə dayandıra bilər. Ölmək də Əlin Ağayev, Orxan Sultanov, siz qatilsiz, adam öldürməyə ustasız, pərgarsız, buyurun, bu deyir meydan, bu şeytan, nə istəyirsiniz edin, siz qatilsiz, siz amansızsınız, mən sizi tanıyıram. Amma qoyun Azərbaycan cəmiyyəti və Azərbaycan xalqı görsün ki, bir sıravi insan, bir sıravi Azərbaycan vətəndaşı, bir ana, himayəsində körpəsi olan bir ana nələr yaşayır. Tək qüsurum, əgər bu da qüsurdursa, mübarizə aparıb bunları səsləndirməmdir. Yəni, mübarizə aparmayacam, ağlayacam, gizlənəcəm, susacam, özümü öldürəcəm. Bu çıxış yolu olmalıdır, eləmi? Əsla və əsla bir insan onları etməməlidir. Biz insanıqsa biz mübarizə aparmalıyıq. Biz insanıqsa biz sona qədər haqq və ədalət uğrunda mübarizə sərgiləməliyik. Biz susmamalıyıq. Biz əgər haqlıyıqsa, qanun bizim yanımızdadırsa, biz nəyə görə gizlənməliyik? Nəyə görə susmalıyıq? Oğurluq edən bunlar, talançılıq edən bunlar, xalqın haqqına girən bunlar, siyasi repressiya edən bunlar, rüşvətxorluğun, korrupsiyanın başında duran bunlar, xalqı əzən bunlar, biz də susaq, biz də gizlənək. Valla mən oğurlu olsaydım, mən talançı olsaydım, mən yalancı olsaydım, mən hər hansı bir nazir və yaxud da digər bir posta bunları etmiş olsaydım, bəli, mən deyərdim ki, mən susum da oğurluqda olub əlim. Mən niyə susmalıyam ki? Mən hansı cinayətdə əlim olubdur, hansı haqsızlıq etmişəm ki, mən susmalıyam və mən qoymalıyım İlham Əliyev bizi daha yaxşı minsin. Əsla, mən durduğum yerdə dayanıqlıq göstərmişəm, jurnalist olaraq ləyaqət göstərmişəm, milyonlarla insanın haqqının sözünü çatdırmışam cəmiyyətə. Bu məlumatlar, bu informasiyalar, bu sujetlər YouTube'larda qalıbdır, arxiv olaraq. Kim istəsə
Kim istəsə bunları izləyə bilər, baxa bilər. Yəni mən durduğum yerdə Əlin Ağayevdən, İlham Əliyevdən fərqli olaraq ləyaqətlə durmuşam. Mənim yoldaşım da eyni ilə və ləyaqətlə durduğumuza görə, vicdanla durduğumuza görə, şərəflə durduğumuza görə bu vəziyyətdəyəm. Təhdid, repressiya, şantaj. Amma biləsiniz ki, bu yolun sonu yoxdur. Bu yolun sonunda nə olmasından asılı olmayaraq mən sona qədər, son nəfəsimə qədər həyat yoldaşımı müdafiə edəcəm ki, İlham Əliyev rejimi, Əlin Ağayev deyir məni cəzalandıracaqdır və bu cəzaları ölümdür, ölüm haqqdır mənim üçün. Mən yoldaşım üçün ölmə gülə-gülə gedərəm. Əlin Ağayev, İlham Əliyev. Təbii ki, sizə bu çatmır. Çünki yəqin ki, yığdığınız komanda hamınız şərəfsizsiniz. Orada şərəfi olan olsaydı, bir qadının, bir ananın öz ailəsini qoruması, öz uşaqlarını, öz yoldaşının yoldaşı kimi mübarizə aparması ən azı tədqiqə layiq olardı. Ən azı qanlı əllərinizi çəkərdiniz. Gör necə bir rejim yaratmışsınız ki, hamınız fahişə və əxlaqsızsınız və mənim apardığım mübarizə sizə belə qeyri-adi gəlir ki, yox, biz bunu mütləq və mütləq susturmalıyıq. Nəyə görə bu danışmalıdır? Nəyə görə haqqını tələb etməlidir? Və Azərbaycan cəmiyyəti və xalqı ona görə bugün o vəziyyətdədir. Konstitusiyada olan hüquqları tapdalanır. Söz azadlıqları əlindən alır. Məhkəmə azadlıqları əlindən alınıb. Hüquq sıfıra bərabərdir. Çünki bir daha deyirəm, İlham Əliyevin idarə elədiyi ölkə fərqli ola bilməz. Və oradan da Xarici İşlər Nazirliyi çıxır deyir ki, İlham Əliyevi təhqir edib diktator deyiblər. İlham Əliyev diktator olsaydı nə var idi ki? İlham Əliyev diktatordan əlavə fahişədir, əxlaqsızdır, pozğundur, oğrudur, qatildir. O diktatora bilmirəm indi ora hansı şeylər daxildir, amma bilmədiyimə görə də bunları əlavə edim. İlham Əliyevin adı çoxdur və rejiminin adı çoxdur. Siz hamınız oğru və ləyaqətsiz məxluqlarsınız. Bir oğru ilə ləyaqətsizlə necə danışa biləriksə, onları səsləndirirəm burada. Yəni, hər halda ləyaqətli insanlara bu söz deyilmir. Mən sona qədər yoldaşımı müdafiə edəcəm. Sonda istəyirəm yoldaşımın yenə də bugünə olaraq, son olaraq dünənlərim 11 apreldə danışmışıq. Tiflis təcridxanasında saxlanılır. Adam 161 gün aclıq edib, bilirsiniz. Vəziyyəti çox ağır idi aclığı dayandıranda. Fərqli heç nə dəyişmir. Adam günlərlə bugün çörək yemir, qida qəbul etmir. Çünki Tiflis təcridxanasında ümumiyyətlə qida vermirlər. Onların verdiyi qida İlham Əliyev, inşallah sənə qismət olar bunlar. Yəni, itə versən it yeməz. Bax, o cür qida o vəziyyətdədir. Tiflis təcridxanasında bütün məhbuslar belə saxlanılırsa, İvanişvili şərəfsizdir, İrakli şərəfsizdir, namussuzdular. Çünki xalqın haqqını yeyirlər. Məxsus Əfqan üçün edirlərsə yenə şərəfsizdirlər. Əfqan deyir ki, günlərdir mən yemək yemirəm və ümumiyyətlə bununla necə mübarizə apararıq artıq bilmirəm. Amma bir onu bilirəm ki, Gürcistan səfirliyinin qarşısında oturaq aksiya keçirəcəm. Hələ ki bunu etməmişəm. Çünki bilirsiniz ki, mən himayəmdə uşaq var, havalar indi yazdır, amma havalar çox ayaz keçir. Mənim də himayəmdə uşaq var. Mənim üçün oturaq aksiya etmək bir ana, tək ana üçün çox çətindir. Mənim yəni elə bir dəstəyim və köməyim yoxdur. Etibar edəcəyim insanlar da yoxdur ki, mən uşağıma etibar edim. Ona görə hara gedirəmsə yanımda olacaqlar və mən Gürcistan səfiri İlham Əliyevin addımlarına görə Gürcistan səfirliyinin qarşısında növbəti aylarda oturaq aksiya keçirəcəm. Eyni də Azərbaycan səfirliyinin qarşısında İraklinin, İlham Əliyevin, Əlin Ağayevin, vilayətin, Kamranın, İvanişvilinin şəkillərini də qəşəng çıxaracam. Bir qismini çıxartdırmışam. Düzəcəm böyrümə. Telefonlarda canlı yayım açıb, fasilələrlə yayım açıb, bütün dünyaya da yaşadıqlarımı və uşaqlarımın nə yaşadığını göstərəcəm və bunu yaşayan sadə insanlardır, sadə ailədir və istəyirəm ki, bütün dünya bunu bilsin və əminəm ki, bilənlər artıq bir qism bilir. Ən böyük nüfuzlu beynəlxalq təşkilatlar Əfqanla bağlı, məhz sonuncu siyasi həbsindən danışıram, Azərbaycandakı həbslərlə bağlı yetərincə danışmışam, amma Gürcistandakı sonuncu həbsinlə bağlı Human Rights, Amnesty International, Freedom House, ABŞ Dövlət Departamenti,
Yəni bir çox beynəlxalq təşkilatlar və nüfuzlu təşkilatların bəyanatları olubdu, çıxışları olubdu. Gürcüstana məktublar ünvanlayıblar, Əfqan azadlığını tələb ediblər. Amma Gürcüstan rejimi, Gürcüstanın baş naziri Pittibaş İrakli Kaxobedze Əfqan Sadıqovu israrla girov saxlayır. Pul qarşılığında, Azərbaycan xalqının pulu qarşılığında Əliyevə sədaqətini göstərir. Əliyev puldan verir Tula kimi, bu Tula da Əfqanı orada o cür əsir, yesir kimi saxlayır. Baxın, qanun adı altında cinayət edən, özünə baş nazir deyən, özünə prezident deyən İlham Əliyev, bir dənə İlham Əliyevin bir dənə şəklini göstərim. Bu günlərim sosial şəbəkədə baxmışam. İlham Əliyev artıq modelliyə keçibdir. TikTokda arvadlar var, orasını burasını açıb göstərir. Baxmısınız da yəqin ki, TikTokda qadınlar var, orasını burasını açıb pul qazanırlar. İlham Əliyev, mən dedim ki, onların arxasında İlham Əliyev durur da. İlham Əliyev bu əxlaqsızlığı yayır. Elə olmasaydı bugün özü şeydir, demək o idman salonunda görüntü yaymazdı. İlham Əliyev özü o əxlaqsızlığın arxasında durur. Özünün addımları, ailəsinin atdığı addımlar da onu göstərir. Qocaldıqca ağlı gedir Əliyevin. Xalqa xidmətdənsə artıq fərqli şeylərlə məşğuldur. Nəvələri böyründə. İlham Əliyev hamının ailəsi var da, hamı istəyir ailəsi, nəvəsi, nəticəsi, oğlu, qızı, əri, hamı istəyir bir yerdə xoşbəxt olsun. Amma imkan verirsənmi? Yox, hələ poz verirsən, imkan yox, hələ özünü göstərirsən, bədənini yəni sənin bədənin insanlara lazım deyil, sənin atdığın addımlar insana lazımdır. Atdığın addımlar da nədir? Azərbaycan xalqını məhv eləmək, Azərbaycan xalqını süquta yetirmək, axırına çıxmaq. Sənin atdığın budur. Azərbaycan xalqını bütün kasıb təbəqəsini məhv eləmək. İlham Əliyevin atdığı addım bundan ibarətdir. Əliyev qatildir. Sən yediyin kimi, sən yaşadığın kimi xalq da yeyib yaşamaq istəyir. Ay oğru, ay talançı, ay qatil, ay amansız. Hansı sifətlə də şəkil çəkdirir, orada paylaşırsan sosial şəbəkədə. Ümumiyyətlə, bunlarda utanma hissi yoxdur. Yəni, bunun vidi fasonu xalqa lazım deyil. Xalqa lazımdır iş yeri, xalqa lazımdır sosial rifahının yaxşılaşdırması. Bu modeldir, nədir? Bunun görüntüsü xalqa nəyə lazımdır? Bu utanmırlar da, yəni. Bu adamlar alçaqdır. Baxın, bir alçaq nə edə bilərsə, Əliyev bütün bunların hamısını edir və bütün bunların hamısına imza atır. O deyir imza. Atdığın imza alçaqlığa atılan imzadır. Dostlar, bəyənin yayımı zəhmət olmasa, Azel TV-nin YouTube kanalına da abunə olun. Bəyənin ki, daha çox insanlar izləsin. Əfqanın başına nə gələcəksə, ailəsinin başına nə gələcəksə, hər kəs, bütün ictimaiyyət izləyəcək. Son nə olacaqsa, mən sona qədər mübarizə apararaq bütün dünyaya səsimi çatdıracağım. Bizim ailənin başına nə gələcəksə, bütün dünya bunu izləyəcəkdir. Mən əsla öldürəcəm, asacam, kəsəcəm, ərini türmədə çürüdəcəm, ərinin görüntülərini yayacam, ərin villa tikdi. Mən bu şantajların arxasında əsla gizlənməyəcəm. Bu şantajlar həqiqətə çevrilib, öldürülsəm belə də dünya görəcək ki, sevinci İlham Əliyev gəldi. Elmar Hüseynov kimi güllələdi, Vidadi İskəndərli kimi bıçaqladı, Bayram Məmmədov kimi dənizdə boğdu, Vüqar Rizayev kimi göldə boğdu. Yəni mən ölümdən qorxacaq adam olsaydım, hər halda bu günə qədər yüzlərlə çıxış etməzdim, yüzlərlə etiraz aksiyası etməzdim. Mənim üçün ölüm bu dünyada ən real faktdır. Yəni mən ondan qorxacaq və susacaq insan deyiləm. Bütün dünya İlham Əliyevin bir ailənin necə məhv edər planını izləyin. Yəni bu siyasi iyrənc bir planı və bu planda əli olan Dövlət Təhlükəsizlik Xidmətinin rəisi Əli Nağıyev, bu plana qol çəkən qatil Vilayət Eyvazov, Kamran Əliyev, bu planı yerinə yetirən xaricdə Əli Nağıyev, Orxan Sultanov, bu şəbəkə Əliyevin qatil şəbəkəsi və bu şəbəkənin qarşısında əsla və əsla susmayacağım. Sonu ölüm belə olsa, sadəcə baxın ki, Əliyev bir ailəni necə məhv edər planına baxın və bilin ki, bu planı Azərbaycan xalqının da başına gətirir. Bu faciəni bütün xalq dolayısıyla yaşayır. Bunu nə birinci deyiləm, nə sonuncu deyiləm. Bütün xalqı bax Əliyev bu vəziyyətə salıb. Danışanlar, mübarizə aparanlar öldürülür, tutturulur. Susanlar da zaten məhvə məhkumdur.
Qətiyyən bu belədir. Yəni deyir görünən dağa nə bələdçi? Yəni bu real olaraq belədir. İlham Əliyev onun sonuncu bir verdiyi qərarı da istəyirəm deyim. Çünki mənim üçün təəccüblənmədiyim, amma təəssüfləndiyim qərardır ki, İlham Əliyevin heç bir qərarı məni təəccübləndirmir, amma məni çox məyus və belə deyim də məyuslandırır. İlham Əliyev daha hansı qərarı verdi və Azərbaycan xalqı səni saymıram. Azərbaycan xalqı siz heç kimsiniz deyir İlham Əliyev. Bütün qərarlarının arxasında. İlham Əliyev son olaraq Xanlar Vəliyevi Konstitusiya Məhkəməsinin hakimi təyin etdi. Xanlar Vəliyev kim idi? Xanlar Vəliyev nə ilə məşğul olmuşdu? Xanlar Vəliyevin adı hansı cinayətdə hallanırdı? Baxın, bugün Xanlar Vəliyevin yerində mən cəzalanıram. Mənim uşaqlarım faciə yaşayır, terror yaşayır. Xanlar Vəliyevin yerində mənim yoldaşım məhv olur, əsir saxlanılır, sağlamlığı çökdürülür. Niyə Xanlar Vəliyevin yeri deyirəm? Çünki bir cinayətkarın yaşadığını yaşayırıq. Xalqa zülm edən, bir terror törədən, xalqın qanını içən, xalqın qanına girən, xalqa işgəncə verən Konstitusiya Məhkəməsində hakimdir İlham Əliyev. Hakimdir. Amma Əfqan Xanlar Vəliyevlərin yerində cəzalanır, məhv olur, ailəsi məhv olunur. Xanlar Vəliyev kimdir? Azərbaycan xalqı gözəl bilir. Demək, Milli Məclis iclas keçiribdir. Xanlar Vəliyevi Konstitusiya Məhkəməsinin hakimi təyin olunması ilə bağlı güya orada müzakirə aparılıb. Milli Məclis İlham Əliyevin təyin etdikləri nəyisə müzakirə apara bilərmi? Təəssüf, bu görüntüdür və İlham Əliyevin verəcəyi qərarları artıq ki veribdir. Bunu müzakirə fonunda göstərirlər cəmiyyətə. Güya dövlətdə bunlar idarə edirlər, güya yalandan. Demək, daha sonra məsələ səs verməyə qoyularaq qəbul edilib. Daha sonra Xanlar Vəliyev Konstitusiya Məhkəməsinin hakimi səlahiyyətlərini şərəf və vicdanla yerinə yetirəcəyinə and içib. İlham Əliyev prezident postunda, yəni güya seçkiləri udduğun zaman əlini Qurana basıb sən də and içmişdin ki, saxta yolla prezident olmuşsan, and içdin ki, Azərbaycan xalqına ləyaqətlə və şərəflə xidmət edəcəm. Bugün sənin Milli Məclisin yox, sənin sərəncamınla Xanlar Vəliyev Konstitusiya Məhkəməsinin hakimi səlahiyyətlərini icra etməsinə şərəf və ləyaqətlə and içir. İlham Əliyevin təyinatı şərəfli və ləyaqətli ola bilərmi? İlham Əliyevin təyinatı şərəf və vicdanla and içə bilərmi? Axı o şərəf və vicdan Əliyevin özündə olmadığı halda, nazirlərində olmadığı halda necə ola bilər ki, bir cinayət edən şəxs, əli qanda olan, əli qətliamda olan, əli Azərbaycan xalqının oğlunun qanında olan bir şərəfsiz, adı qətliamda hallanan bir qatil ali bir orqanda Konstitusiya Məhkəməsinin hakimi səlahiyyətləri verilə bilər. Necə ola bilər? Azərbaycan xalqı bu bir daha onu göstərir ki, Əliyev saymır bizi. İlham Əliyev bizi adam yerinə qoymur. İlham Əliyev Azərbaycan xalqına hesabat versəydi, Azərbaycan xalqından az da olsa xalq olaraq hörmət edib, sayğı edib çəkinsəydi, bir qatil Konstitusiya Məhkəməsinə təyin olunmazdı. Mənim ürəyim partlayır. Bir qatil necə bir dövlətin qurumuna, ali bir qurumuna hakim təyin oluna bilər. Əli qanda olan, əli cinayətdə olan, əli cinayətdə hallanan və adı cinayətdə keçən, haqqında prokuratura, ay Kamran Əliyev, boyunu yerə soxum, olmayan o şəxsiyyətsiz video fasonunu yerə soxum. Qatillər vəzifəyə mi təyin olunur Kamran Əliyev? Budurmu sizin dövləti qoruma anlayışınız? Vilayət Eyvazov, budurmu? Əli Nağıyev, budurmu sənin dövləti qorumaq anlayışın? Sən belə mi qoruyursan Azərbaycan xalqının təhlükəsizliyini? Necə ola bilər ki, Xanlar Vəliyev kimi bir qatil, bir şərəfsiz
şərəflə and içdi. Necə ola bilər ki, Xanlar Vəliyev kimi bir şərəfsiz ləyaqətlə bu vəzifəni yerinə yetirəcəyini and içir. Əli qandadır, bu adam terroristdir. Amma bugün İlham Əliyev mətbuatı Əfqan Xanlar Vəliyev vidində cəmiyyətə göstərir. Mir Şahini, Azərbaycan Dövlət Televiziyası və digər kanalları Əfqanı cinayətkar kimi göstərir. Baxın ay Azərbaycan xalqı, kimdir İlham Əliyev? Baxın ay Azərbaycan xalqı, kimdir İlham Əliyevin təyin etdikləri bu şərəfsizlər, bu oğraşlar, Xanlar Vəliyev. Necə oldu Əli Nağıyev? Xanlar Vəliyev Konstitusiya Məhkəməsinə hakim təyin oluna bilməz. Bu adam özü əlləşməlidir, cinayətkar olan posta və xalqa cavab verməlidir. Bu adam qatildir, siz qatili vəzifəyə və mühüm bir posta təyin edirsiniz. Bir qatil necə dövlətə, millətə, şərəf və ləyaqətlə xidmət edə bilər? Gəlin bu tərəfinə baxaq. Xanlar Vəliyev and içəndə Azərbaycan Respublikasına yox, Azərbaycan dövlətinə yox, onu ora təyin edən Əliyevə, Əliyev rejiminə şərəf və ləyaqətlə xidmət edəcəyini and içibdir. Bu qədər bəsit və İlham Əliyevə Xanlar Vəliyev kimi şərəfsizlər lazımdır. İlham Əliyev, Xanlar Vəliyevin adı tər-tər işində amansız qatil kimi hallanıbdır. Sən amansız qatili və terroristi bugün Konstitusiya Məhkəməsində təyin etdin və sən bir daha göstərdin ki, o qətliamın başında sən durmusan. O qətliamın başında Kamran Əliyev, Əli Nağıyev durubdur. Elə olmasaydı Xanlar Vəliyev Konstitusiya Məhkəməsində əsla və əsla o mühüm posta əyləşməzdi. Onun orada olması heç vaxt müzakirə mövzusu belə ola bilməzdi. Amma bugün İlham Əliyev bu qərarından bir daha göstərdi ki, ey xalq, ey Azərbaycan xalqı, mən sizi heç bir yerimə də saymamışam və saymıram. Üzr istəyirəm, bu reallıqdır, bu həqiqətdir. Sən Azərbaycan xalqına qətl edən, Azərbaycan xalqını amansızcasına qanuna girən, igid oğlanları öldürən, onlara qətliam törədən, tər-tər hadisəsi kimi əsrin cinayətini törədən Xanlar Vəliyev kimi bir şərəfsizi, bir qatili, bir terroristi Konstitusiya Məhkəməsi kimi ali bir quruma hakim təyin etdin və o şərəfsiz oğraş da orada sənə xidmət edəcək, bu xalqa yox. Sən xalqın düşmənisən Əliyev, sən Azərbaycan xalqının qatilisən. Sən Xanlar Vəliyev İlham Əliyevin simasıdır. Xanlar Vəliyev Əli Nağıyevin simasıdır. Xanlar Vəliyev İlham Əliyev hakimiyyətinin simasıdır. Xanlar Vəliyev Azərbaycan xalqına qətl edibsə, qətliam törədibsə, İlham Əliyevin senarisini edibdir. Bəli, elə olmasaydı İlham Əliyev onu və tər-tər hadisəsini törədən qatilləri cəzalandırardı ən ağır cəza ilə, qanunla deyirik ya, ən ağır. Amma bu günləri onlar cəzalanmaq əvəzinə Konstitusiya Məhkəməsində bu bizim gözlə gördüyümüzdür, Azərbaycan xalqı gözlə gördüyümüzdür ki, bir terrorist Konstitusiya Məhkəməsində hakim. Bu gözlə biz Əli Nağıyevin terroristliyini tutalım, görmürük ya, tutalım. Amma görün də bir ailə nə yaşayır. Amma Xanlar Vəliyevi ki görürük. Xanlar Vəliyev öz başına mı Konstitusiya Məhkəməsində oturdu? Milli Məclisi müzakirə edib, qəbul edib. Hansı Milli Məclis? Azərbaycanda Milli Məclis var. Azərbaycanda deputat var. İlham Əliyevin təyinatları. Azərbaycanda seçki var. İlham Əliyev deyir ki, Avropa Məhkəməsinin qərarını qəbul etmirəm. Biz orada təmsil olunmuruq. Biz orada hakimləri tanımırıq. Biz orada səs vermirik. İlham Əliyev, sən hansı səs vermədən danışırsan? Azərbaycanda səs vermə var. Sən Azərbaycanda seçki institutunu məhv edib Avropa Məhkəməsində səs vermədən hüquqların tanınmasından danışırsan. Öz hüququnu tələb edirsən. Orada verəcək səslərindən danışırsan. Avropa Məhkəməsi
Biz Azərbaycan xalqı sussa da Avropa məhkəməsi səni və şarlatan rejimini gözəl tanıyır. Sən hansı səs vermədən danışırsan, səs verməni məhv eləmirsən. Ölkədə seçki yoxdur. Ölülərin adından səs verilir. Qəbirlərin adında, qəbirdə olanların adına səs verilir. Ay Əliyev, sən hansı seçkidən danışırsan? Sən bu millətlə az gic yerinə qoy, az məzələn. Sən Azərbaycan xalqını hansı yerə qoymuşsan? Xalq özü çox gözəl bilir. Azərbaycanda seçki var ki, sən Avropa məhkəməsində səsindən, sözündən danışırsan. Azərbaycanda seçki olsaydı, Milli Məclisdə xalqın təyinatı olardı. Xalqın fikri, sözü, xalqa narahat edən məsələlər müzakirə olunardı. Milli Məclisdə müzakirə olunan məsələlər, İlham Əliyevin keçmiş kürəkəninə Azərbaycan torpağı kəsilir, pay-pişi olunur, verilir və o orada artıq öz imarətini, barını, restoranını, fahişəxanasını, kazinoxanasını tikir, bitirir. Milli Məclis müzakirə edir bu yaxınlarda, qanun qəbul edir ki, bəli, Emin Ağalarova filan şey verir. Filan şey tikib Emin artıq orada biznesini inkişaf elətdiribdir. Siz qanunları ailəniz üçün, özünüz üçün, öz nəsliniz, kökünüz üçün, öz rejiminiz üçün, öz təyinatlarınız üçün istifadə edirsiniz. Siz özünüzə görə verirsiniz bütün qərarları, öz biznesinizi qurmaq üçün, hakimiyyətdə daha çox qalmaq üçün verirsiniz. Bugün Xanlar Əliyevin ora təyinatı məhz sizi daha yaxşı, rejiminiz sizə daha yaxşı xidmət eləsin, qulluq eləsin, tulalıq eləsin. Bu qədər. Xanlar Vəliyevin Konstitusiya məhkəməsinə təyin olunmasının səbəbi budur ki, Xanlar Əliyev Azərbaycan xalqına yaxşı cəlladlıq elədi, Azərbaycan xalqının oğullarını zorlatdı, öldürdü, başını kəsdi, analarını gözü yaşlı qoydu, ailələri dul qoydu, uşaqları atasız qoydu, yetim qoydu. Xanlar Vəliyev potensial olarak İlham Əliyevdir. İlham Əliyevin simasıdır və Xanlar Əliyev kimi adam hakimiyyətdə olmalıdır ki, İlham Əliyevin postu, oturduğu xaraba qalmış kreslosu daha möhkəm olsun. Və buna görə də Xanlar Vəliyev birbaşa olaraq xalqın üzünə baxaraq, xalqın üzünə baxaraq, xalqı təhqir edərək Xanlar Vəliyevi təyin etdilər. Buna görə də Xanlar Vəliyevin ora təyin olunması məni təəccüblənmədim. Yəni İlham Əliyevin qərarı Xanlar Vəliyev olmalıdır. Əfqan Sadıqov olmayacaqdı, Sevinç Sadıqova da olmayacaqdı. Misal üçün deyirəm, İlham Əliyevin qərarı Tofiq Yaqublu da olmayacaqdı. İlham Əliyevin qərarı Xanlar Vəliyev olmalıdır. Çünki Xanlar Vəliyevə əmr verəndə gəlib zorlayacaq, öldürəcək, baş kəsəcək. Axı bunu namuslu, qeyrətli, şərəfli adam edə bilmir. Buna görə də İlham Əliyevə namuslu, qeyrətli, şərəfli, hər sahədə şərəfini sata bilməyəcək adamlar lazım deyil. Bütün sahələrə aiddir. Hər sahədə anasının əmrcəyini kəsənlər lazımdır. O bir misal var idi, şaha anasının əmcəyi ki, İlham Əliyevə də anasının əmcəyini kəsən, namusunu satanlar Əliyevə lazımdır ki, Əliyevin hakimiyyəti daha uzun ömürlü olsun və İlham Əliyevə daha yaxşı xidmət eləsin bunlar. Buna görə də Xanlar Vəliyev ora təyin olundu və Xanlar Əliyevin təyinatı Azərbaycan xalqına İlham Əliyevin növbəti mesajıdır. Ay Azərbaycan xalqı, sizi sarıyıram barmağıma. Ay xalq, mən səni saymıram. Ay xalq, mən səni minmişəm. Eşək kimi, ulaq kimi. Uşaq pulu vermirəm, sənin uşağını məhv edirəm. Ailələri məhv eləmişəm. Boşanan ailələrin sayı artır. Fahişəliyin, bir ölkədə fahişəliyin sayı artırsa, demək İlham Əliyev atdığı bütün addımlar, o dırnaq arasında güya uğurlu addımlar Azərbaycan xalqının mənfinə hesablanır. İlham Əliyev Azərbaycan xalqının üzünə baxaraq bunları edir və İlham Əliyev Azərbaycan xalqını məhv eləməklə məşğuldur və dövlətin ali qurumları, dövlətin onurğa sütunları isə Əliyevə peşqalıq eləyir. Peşqalıq eləyir, fahişəliyi dəstəkləyir. Əli Nağıyev, Kamran Əliyev, bunlar hamısı Əli Nağıyev, İlham Əliyev dəyirmanına su tökür. Dövləti, milləti, xalqı, təhlükəsizliyi yox. İlham Əliyev hakimiyyətini, rejimini qoruyur. Danışanları, yazanları da bax mənim günümə qoyur. Mənim ailəm hansı vəziyyətdədir? Azərbaycan xalqı üçün belə deyək də bir ailənin nümunəsini göstərirəm və milyonlarla insan var ki, bu vəziyyətdədir. Sadəcə göstərirəm ki, baxın, bir diktatura rejimi
Əliyev rejimi, Əli Nağıyev necə bir ailəni məhv eləyə bilər, o ailəni mən sizə göstərirəm. Baxın necə məhv edir bizi. Əfqan Sadıqov hal-hazırda həbsxanada Xanlar Vəliyevin yerinə yerləşib. Məncə insanları qıran, insanların qətl edən, insanları haqqına girən, terror edən insanlar cəzalanmalıdır qanunla. Amma bugün Əfqan timsalında 400-dən çox siyasi məhbus, jurnalistlər, siyasi aktivistlər, Tofiq Yaqublu və s. bir nə qədər jurnalistlərimiz var. Sevinç Vaqif qızı, Nərgiz Absalomova çoxdur. Yəni saymaqla bitməz. Niyaməddin Əhmədov, jurnalist Polad Aslanov, Agil Hümbətov, Azərbaycan Cəbhəsinin üzvü, o qədərdir. Yəni 400-dən çox siyasi məhbus nə deməkdir? Yəni təsəvvür edin, Xanlar Vəliyevin yerinə bu günahsız insanlar əyləşib. Bir daha Xanlar Vəliyev İlham Əliyev rejiminin birbaşa olaraq simasıdır. Əliyev xalqın sifətinə baxaraq, ey xalq, mən sizi saymıram adam yerinə, bir sizi qətl edən, Tərtər kimi faciəvi bir qətli törədən 2016-2017 qətli tarixləri səhv deyərəm, üzrü sayın. Qətli törədən və bu faciəni araşdıran, bilirsiniz ki, bunu mütləq deməliyəm, bu faciəni, bu qətliamı araşdıran zamanında hüquq müdafiəçisi Oktay Gülaliyev Əliyev rejimi tərəfindən məhv olunubdur. Sadəcə quru nəfəsi gedir, gəlir. Bu günlərim ölüm, yəni bir pis vəziyyətdə Oktay Gülaliyev, amma bu qətli törədən, qətliamı törədən Xanlar Vəliyev isə Konstitusiya Məhkəməsinə hakim təyin olundu. Bəli, 2016-2017-ci illər düz dedim. Bəli, hərbi o zaman Xanlar Vəliyev hərbi prokuror olmuşdu. İşgəncələr nəticəsində o özü bildirmişdi ki, güya işgəncələr nəticəsində yalnız bir nəfər ölüb, amma bilirsiniz ki, Xanlar Vəliyevin tək o faciə qətliam deyil, bu adamın hərbi prokuror olduğu dönəmində əlində yüzlərlə bizim oğlanlarımızın qanı var və bu adam qatildir, Konstitusiya Məhkəməsində təmsil oluna bilməz. Amma İlham Əliyev bu mesajı xalqa verdi ki, yəni burada mənəm Bağdadda kör xəlifə, mənə xidmət edən, şərəfini, ləyaqətini satan, mənə şərəf və ləyaqətini Əliyevə xidmət edənlər vəzifədə olacaqlar. Və Xanlar Vəliyev kimlərinin yerinə, bugün 400-dən çox siyasi məhbus var, Xanlar Vəliyev kiminin yerinə mənim yoldaşım Gürcüstanda əsirdir və məhv olunur. Həyatımız, ailəmiz, uşaqlarımız, körpələrimiz. Bu da İlham Əliyev. Azərbaycan xalqı onun başında duran, onu idarə edən, idarə etmək yox, məhv eləyən İlham Əliyevi daha yaxşı tanısın. İlham Əliyevin bütün atdıqları, verdiyi qərardan İlham Əliyev özünü zaten daha gözəl tanıtdırır özü. Mənim əlavə şərhə ehtiyacım yoxdur ki, onu şərh edim. Amma yenə də buradan bir ailəni Dövlət Təhlükəsizlik Xidməti Əli Nağıyevin, Orxan Sultanovun əlindən necə məhv eləyə bilərlər? O plan necə və ssenarini yazırlar. Bax, mən sizə onu göstərirəm ki, bu rejim kimdir, nə ilə məşğuldur, bir ailəni necə məhv eləyə bilərlər, planına baxın. Və gələcəkdə nə baş verəcəksə gözümüzün qabağında olacaq. Çünki mənim üçün bu yolun sonu ölüm belə olsa mən susmayacağım. Belə, dostlar, kanala abunə olun, YouTube kanalına bəyənmə düyməsini basın. Və Azel TV'nin YouTube kanalına abunə olun, növbəti yayımlarımı izləyəsiniz. Nə vaxt ki qanunlarımız şah olacaqdır, mən susacağım. Vətəndaş olaraq Sevinç Sadıqova susacaq. Çünki məni qoruyacaq qanun olacaq, mənim uşaqlarımı, mənim həyat yoldaşımı. Bugün nə Gürcüstanda, nə Azərbaycanda qanun şah deyil. Bugün hər iki ölkədə alçaqlar, mən şahlar deməyəcəm, alçaqlar, onların adı alçaq. Alçaqlar, fahişələr yuxarıda olduğuna görə, qanunlar əsir yesir olub ayaqlandığına görə bu mövzular müzakirə olunacaq və ictimaiyyətin diqqətinə çatdırılacaqdır. Və mən bu yolun sonu ölüm belə olsa, mən mübarizə aparacağım yoldaşımın azadlığı uğrunda son nəfəsimə qədər, sona qədər bütün dünyaya səsimi çatdıracağım. Çox sağ olun dostlar, izlədiyiniz üçün. Yayımı bəyənin,
Paylaşın və Azəl TV-nin YouTube kanalına abunə olun. Növbəti yayımda mütləq görüşərik. Yayımı yekunlaşdırıram. Növbəti yayımda inşallah Allah qismət olarsa İlham Əliyev rejimi, Əli Nağıyev məni öldürməzsə növbəti yayımda mütləq görüşərik. Yəni öldürmək bilirsiniz də bunların ən çox etdiyi və bacardığı belə deyək işdir. Bunlar ondan başqa nəyi bacarırlar? Onlar acı terror, qətliyam məhv eləmək. Gecəniz xeyrə qalsın. Sağ olun dostlar.